Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Son günlər Azərbaycanda dabaq xəstəliyinin yayılması ilə bağlı xəbərlər ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Bu hadisədən sonra Bakının iri supermarketlərində ət və ət məhsullarının qiymətlərində nəzərə çarpacaq endirimlər müşahidə olunur. Xəbər verilir ki, Bakının iri ticarət mərkəzlərində olan Araz marketlərində də endirim kampaniyası elan olunub. Marketin ət şöbəsində dana və quzu ətinin qiymətləri əvvəlki dövrlərlə müqayisədə xeyli ucuzlaşıb. Hazırda dana ətinin 1 kiloqramı 15 manat 49 qəpik, quzu ətinin kiloqramı isə 13 manat 99 qəpik təklif olunur. Endirimlər müxtəlif növ ət məhsullarını əhatə edir və vitrində endirim lövhələri ilə qeyd olunub. Market nümayəndələrinin bildirdiyinə görə son vaxtlar ət satışında azalma müşahidə edildiyindən bu məhsullara endirim edilib.